Mən əzizlərim 2026-cı il Əqrəb bürcü üçün nələr gözləyir ona baxacağıq. 2026-cı il Əqrəblər dərinləşəcək, daha güclənəcək. Onlar üçün strateji addımlar atılan ildir. Az danışacaqlar və böyük işlər görəcəklər. Belə, gəlin baxaq planetlərin tranziti bizə nələr vəd eləyir. Deməli, İlk öncə 1 yanvardan 30 iyuna qədər Yupiter, şans, uğur planeti olan Yupiter xərçəngdə olacaq. Təhsil, səyahət, hüquqi və akademik mövzular gündəm ola bilər. Dəstək görəcəyiniz bir dövrdür və sizin üçün rahat dövrdür. 30 iyundan 22 iyul 2027-ci ilə qədər isə Yupiter şirə keçir. Artıq burada karyera, status məsələləri, görünürlük, yüksəliş, uğur, pul, məsuliyyət, büyük karyera şansları olacaq Əqrəblər üçün. Saturn iş sağlamlıq imtihanı olacaq. Çünki Saturn qoçda olacaq. Saturnun qoçda olmağı bizi biraz çətinliyə sala bilər. Bu iki fazaya fikir vermək lazımdır. 15 fevraldan 10 aprelə qədər, 20 avqustdan 15 noyabra qədər. Həm də Saturn sağlamlığımıza fikir verməyimiz üçün bizə siqnallar göndərəcək və biz bunu əməl eləməliyik. Əks halda ciddi problemlərlə qarşılaşa bilərik. Neptun 1 yanvardan 26 yanvara qədər balıqlarda olacaq, sevgi mövzuları gündəmdə olacaq, fərqindəliklər ortaya çıxacaq. 26 yanvardan ilin sonuna qədər isə artıq Neptun olacaq qoçda. Neptunun qoçda olmağı iş, sağlamlıq mövzularında biraz qarışıqlıq yarada bilər, aldanma risklərinə açıq ola bilərik. Bizə tövsiyə olunur ki, mart və sentyabr aylarında bu baxımdan biraz diqqətli olaq, aldanma riski bu aylarda daha güclüdür. Pluton il boyu dolçada olacaq. Bu o deməkdir ki, əqrəblər köç edə bilərlər, ev dəyişdirə bilərlər, ev alqı-satqı edə bilərlər. Ailəvi mövzular gündəmdə ola bilər. Yer dəyişmə göstərir əqrəblər üçün. Ən intensiv ay mart, oktyabr, noyabr aylarıdır. Uran sizə münasibətlərdə sürprizlər gətirə bilər. Çünki il boyu Uran əkizlərdə olacaq. Ani ortaqlıq, yəni ki, kimsə sizə işbirliyi təklif eləyə bilər. Kimsə gözlənilmədən tanışlıq baş verə bilər, qəfil qərarlar ola bilər, qəfil evlilik təklifi ala bilərsiniz. Münasibət modelinizi dəyişəcəksiniz. Əvvəlki illərdən fərqli olaraq gözləntiləriniz də fərqli olacaq. Köhnə qaydalar işləməyəcək. Yeni, fərqli bir düzen olacaq əqrəblər üçün. Agresiyanı düzgün yönətmək üçün Mars enerjisinə nəzər yetirsək, aprel, avqust aylarında, iyun və noyabr aylarında agresiv olmayın. Dincəlməyə, sağlamlığınızı önəm verin bu aylarda. Ümumilikdə götürsək, 2026-cı ildə 15 fevraldan 10 aprelə qədər işdə, sağlamlıqda sanki imtihan olunacaqsınız, biraz çətinlikləriniz olacaq. Bu sizin üçün elə də böyük çətinlik olmayacaq. Səbəbini deyim, çünki 2025 elə bir çətinliklər sizə göstərib ki, bu onun yanında heç nədir. 30 iyundan Yupiter şirdə karyera, yüksəlişiniz, işləriniz artıq qaydasına ola bilər. Çox əqrəblər ki, işsizdir hal-hazırda. Çox böyük problemlərlə rastlaşmışdılar 2025-də, amma indi Yupiter şirdə karyera yüksəlişi, uğur. Avqustda karyeranın zirvəsi olacaq. Çox gəlirli aydır. Yeni işə başlamaq üçün də çox gözəldir. Yeni bir biznes qurmaq üçün də çox gözəl aydır. 23 oktyabr, 21 noyabr Günəş əqrəbdə olacaq. Bu da ilin ən şanslı dövrü əqrəblər üçün göstərir. İndi gəlin baxaq hər ay kartlarla baxaq görək əqrəblər üçün 2026-cı il necə olacaq? Yanvar ayı əqrəbləri nə gözləyir? Yanvar ayında biraz özünüzü tək hiss eləyə bilərsiniz. Amma iş, gündəlik rejimlər ön planda olacaq. İntensiv hərəkət etməlisiniz. Tənbəlliyin vaxtı deyil. Zaten olmayacaq, tənbəl olmayacaqsınız. Məsuliyyətiniz artacaq. Sizə sağlamlığınıza diqqət eləyin. Fevral ayı biraz münasibətlərdə gərginlik mümkündür. Qarşı tərəfə qarşı ciddi mövqedə ola biləcəksiniz. Oyanış ayıdır sizin üçün. Amma kompromis çox vacibdir. Yəni, tamamlanmalısınız. Fevral ayı əqrəblərə ürəyinizin səsinə yox, ağlınıza qulaq asın. Mart ayı
əqrəblər üçün. Mart ayında əqrəblər canlanma ayıdır. Yenidən elə bir ki, bu sevgi məsələlərində olacaq. Əgər planetlərin tranzitinə baxsaq. Macəra, yeni tanışlıq ola bilər. Qazanc olar, amma elə də belə deyək də, hobilərdən qazanc şansı falan ola bilər. Aprel ayı. Aprel ayı ola bilər ki, qərar vermək məcburiyyətində qalarsınız. Bu sizi biraz yora bilər. İş yükü arta bilər. Yaradıcısınız, özünüzə bax. Bu xüsusi vurğulayır ki, yorğunluq riski olacaq. Öz daxili səsinizə qulaq asın. Sağlamlıq, məsuliyyət sizin üçün önəmlidir. May ayı əqrəblər üçün. May ayında səyahət, yer dəyişimi ola bilər. Hansısa bir ortaqlıq mövzu ola bilər. Səbirli olmalısınız. Açıq sözlü olmalısınız. Qərarlar verəcəyiniz aydır. Ümumiyyətlə, sosial olacağınız bir aydır. Həm səyahət baxımından, həm qərar verəcəyiniz baxımından sosial olacaqsınız. İyun ayı. İyun ayı keçmişi artıq uzaqda qoymusunuz. Əməkdaşlıq, uğur. Daxili səsinizə qulaq asın. Riskli maliyyədən biraz uzaq durun. Uğurludur maliyyə məsələlərində. Ola bilsin sizə işbirliyi təklif olunsun. Ortaq pullar gözləyir. Dərin psixolojik dəyişiklik ayı olacaq sizin üçün. İyul ayı. Yeni planlarınız var. Köhnə artıq geridə qalıb. Sanki stresdən uzaq olmalısınız. Agresiya olmaz. Amma rahatladan aydır. Ruhən sizin rahatlayacağınız aydır. Təhsillə bağlı da yenilikləriniz varsa və yaxud da harasa səyahət mi edəcəksiniz, gedəcəksinizmi? Onunla bağlı, yəni ki, dəyişiklikləriniz də, yenilikləriniz də var. Avqust ayında əqrəblər qərar verəcəksiniz. Bu işlə bağlı olacaq. Planetlərin tranzitinə baxsaq. Tənbəllik olmayacaq. Anban addımlayırsınız, irəliyə gedirsiniz. Dostluqlar, əməkdaşlıqlar ayıdır. Güclü olacağınız bir aydır. Avqust ayı. Sentyabr ayına baxaq. Sentyabr ayı sizin üçün göstərir. Məsləhətlər alacaqsınız. Sosial çevrəniz, dostlarınızdan məsləhətlər alacaqsınız. Gələcək planlarınız var, yaradıcısınız, xəyallarınız var, dəstək alırsınız. Ümid verici bir aydır. Oktyabr ayı. Oktyabr ayı bilirsiniz də, əqrəb mövsümünə hazırlıq ayıdır. Daxilə yönəlmə ayıdır. Sevgidə uğurludur. Ola bilsin iş ortamlarında əməkdaşlıqlar, yəni sakit bir aydır. Oktyabr ayı əqrəblər üçün sakit ayıdır. Çiçəklənmə gözləyir. Dəyişim ayıdır. Noyabr ayı əqrəblər üçün. Noyabr ayı əqrəblərin ən güclü dövrüdür. Güc, dönüş, yeni başlanğıc, tamamlanma, hər baxımdan harmoniya olacaq. Həm maddi və duygusal baxımdan özünüzü tamamlanmış hiss eləyəcəksiniz. Dekabr ayı. Nəzarət edirsiniz. Ümumiyyətlə, tranzitlərə baxsaq, bu pulla bağlı olacaq. Pulla bağlı gəlir mövzularına nəzarət edirsiniz. Sabitliyi qoruyursunuz. Nələrsə bitirəcəksiniz. İnanclarınızla bağlıdır. Ola bilsin, çox maliyyə baxımından çox yaxşıdır. Gəlir. Nəysə, keçmiş, baxın, keçmişdə olan nəysə tamamilə bitirirsiniz. Özünüzə inanırsınız. Sadə, huzurlu həyat istəyirsiniz. Var dövlət gəlir sizə. Çox sabit, yekun bir il olacaq əqrəblər üçün. İndi gəlin baxaq, mələklərin bizə mesajı nədir? Əqrəblərə mesajı nədir? Bir dənə mələk kartı çəkəcəm. Görək. 2026-cı il mələklərin əqrəblərə mesajı, məsləhəti. İl sabit olacaq. Balansı qorumağa çalışın. İşbirlikləriniz çox olacaq. Sədaqət göstərməyə yönəlin. Nə qədər dürüst olsanız, o qədər çox qazanacaqsınız.
mükəmməl zaman gəlib çatacaq və siz addımlarınızı doğru zamanda atacaqsınız. Balansı qoruyacaqsınız. İl ümumilikdə yaxşı gəlir əqrəblər üçün. Ümid eləyirəm 2026-cı il əqrəb bürcündən olan hər bir kəs üçün uğurlu, şanslı, sevgi dolu, bol-bol sürprizlərlə, xoş sürprizlərlə dolu bir il olsun. Bu qədər əzizlərim.